Və oruc da günahlara kəffarədir və həmçinin oruc həm günahlara qarşı və həmçinin də cəhənnəmə, oda qarşı bir sipərdir. Yəni kim bir gün Allah yolunda oruç tutarsa, Allah Teala onun üzünü cəhənnəmdən 70% uzaqlaşdırar. Və həmçinin Arafa gününün orucu həcdə olmayan üçün, həccə getməyən üçün Arafa gününün orucu sünnədir, böyük qənimətdir və Arafa gününün orucu 2 ilin günahlarına kəffarədir. Daha yaxşı olar ki, niyyət gecədən olsun. Yəni insanın savabı daha kamil olması üçün və eyni zamanda gərək bu orucu insan ailəsinə tuttursun. Çünki sələflər bunu edər də Səid ibn Cübeyr deyərdi ki, hətta xidmətçilərinizi oyadın, Arafa günü üçün sahur etsinlər, səhər yeməyini yesinlər. Və həmçinin insan çalışmalıdır ki, Arafa gününün günəşi batdığı zaman, məğrib olmazdan əvvəl günəş batması ilə yanaşı gərək onun günahları da batsın, yəni bağışlanmağa səbəb olsun.